Doktor, övladım serebral iflicdir. Ayaqlarında çox yüksək tonus var. Mən bilmək istəyirəm, mənim övladıma əməliyyat eləmək lazımdır, yoxsa botulinoterapiya, iynə proseduru eləmək lazımdır? Hansı yaxşıdır? Əməliyyat yaxşıdır, yoxsa iynə proseduru yaxşıdır? Əziz valideynlər, heç bir prosedur digərindən yaxşı deyil. Belə ki, hər bir prosedurun özünün uşağın yaşına görə, problemlərinə görə üstünlüyü var. Yəni, normalda biz bilirik ki, serebral iflicdə 1 yaşından sonra tədricən spastikalar, əllərdə, ayaqlarda yığılmalar, tonus əmələ gəlir. Uşaq müəyyən yaşa kimi bu tonus hələ çox ağır kontrakturlara çevrilmir. Əsasən davamlı idman olunan uşaqlarda 7-8 yaşa kimi çox zaman kontrakturlar çox bərk olmur və bu yaşa kimi uşaqlara əsasən əməliyyat eləmək tövsiyə olunmur. Çünki yumşaq kontrakturlar, çox sərt olmayan, sümük əyilmələri olmayan kontrakturlar sadəcə bir iynə ilə belə yumşaldıla bilər. Lakin müəyyən yaşdan sonra əgər əzələlər, vətərlər çox bərkiyibsə və statik kontraktur əmələ gəlibsə, artıq iynə ilə onun boşaldılması mümkün deyilsə ki, bu çox zaman 8-9 yaşından sonra olur. Bu zamanlarda artıq müəyyən vətər və yaxud da ki, sümük əməliyyatları etmək olar. Ona görə də serebral iflic olanlarınızda tələsməyin, dərhal əməliyyatlara getməyin, mütəxəssisə müraciət eləyin. Mütəxəssis sizə lazım olan övladınızın probleminə uyğun olan proseduru sizə tövsiyə edəcək.